Zilhiccə ayının 18-i bir çox rəvayətlərə əsasən Həzrət Əli əleyhissalamın imamətə çatmasının elan edildiyi gündür. Bir gün ki, rəvayətdə ən böyük ilahi bayram adlanmışdır. Müsəlmanların bayram keçirməsi, şadlanması və bir-birini təbrik etməsi bu böyük bayramın ən çox tövsiyə olunmuş ənənələrindəndir. Qüsl etmək, səliqəli geyinmək, ətir vurmaq və ziyarət zamanı görüşüb qucaqlaşmaq Qədirxum bayramının müstəhəb əməllərindəndir. Bunlardan ən önəmlisi isə qohum əqrabaya baş çəkmək, möminlərlə görüşmək, ehsan etmək və yardımlaşmaqdır. Bu gündə dua etmək, salavat